Bilirsiniz, bu inkişaf dövrü artıq indidən başlamayıb. Bu texnologiyanın təməli, yəqin ki, kökləri əgər biz nəzər salsaq, daha da qədimlərdən başlayıb. Adi bir kompüterin özü, yəni kompüter icad olunmamışa qədər o hansı inkişaf dövrlərini keçib? Cənubi Koreyanın riyaziyyatçıları alqoritm sistemi ilə 1700-cü və 1900-cü illər arasındakı bəstəkarların 900 əsərini nə dərəcədə kreativ və yenilik, novator sisteminə aid olduğunu müəyyənləşdiriblər. Hər bir dövrün hansısa bəstəkarının əsərləri götürülürdü. Açar sözlər yeni istifadə olunmuşdu. Bunlar not şəklində idi. Yəni hər bir bəstəkarın İlkin dövrünün yaradıcılığı və sonraki dövrünün yaradıcılığı müqayisə olunurdu. Və bu yenilikdə, bu novatorluqda ən kreativ bəstəkarlardan biri Sergey Raxmaninov ilk öndə olmuşdur. Misal üçün, uşaqlar üçün Dato'da kompüter sistemində olan balaca bir, necə deyirlər, bəstəkarlıq, yaradıcılıq işi üçün məşğul olmaq üçün, onlarda bunu inkişaf etdirmək üçün balaca kompüterlər yaradılıb. Yəni, o uşaq orada istədiyi bir melodiyanı yarada bilər. Yəni, bu onun yaradıcılığına, inkişafına çox kömək edə bilər. Məncə, texnologiyanın insan həyatında rolu çox böyükdür. Çox böyükdür, sadəcə o bizim yanaşmamızdan asılıdır. Artıq o texnologiyadan necə istifadə edəcəyik, hansı istiqamətlərdə ondan yararlanacaq? Bəli, mən sizinlə tam razıyam, çünki insan faktorunu texnologiya üstənləməməlidir. Təşəkkür edirik, çox sağ olun. Elektron musiqilər var, kifayət qədər, yəni həkk olunmuş notlar var. Artıq heç kim o musiqi alətinə müraciət etmir, gedir elektron səslənmə vasitəsilə musiqilər bəstələyir, tamaşaçı kütləsinə onu ötürür və kifayət qədər geniş tamaşaçı auditoriyası da həmin musiqiləri dinləyirlər. Bu kimi məqamlarla necə mübarizə apara bilərik? Ümumiyyətlə, bu kimi məqamlara yanaşmanız necə ola bilər? Çünki etiraf edək ki, bugünkü gündə klassik musiqiyə maraq yüksək deyil. Peşəkarlar təbii ki, klassik musiqiyə çox hörmətlə yanaşır və dinləyirlər, o musiqini də təbliğ edirlər. Amma geniş tamaşaçı auditoriyası nə edir? Elektron gitar, məsəl üçün, elektron saz, məsəl üçün. Bu elektron musiqisi deyil. Bu orada elektrik vasitədir ki, deyək ki, hər hansı bir alətin səslənməsinə müdaxilə edir və çeşitli səslər meydana gəlir ki, o xoşa gələ bilər, xoşa gəlməyə bilər və s. Amma biri var ki, elektron tezliklərdən böyük cihazlar düzəldilir. Bax, bu o cihazlar vasitəsilə və müxtəlif, hətta metso proqramları belə o müxtəlif insanların o cihazlardan istifadə edərək musiqi bəstələyirlər və onların əsərləri təqdim olunur. Çox maraqlıdır əslində. Ancaq bilirsinizmi, həyatın çeşidliyi orada görünmür. Durğunluq, bir dənə, bir səs, vallahi billah 5 dəqiqə gedir. Belə, onu heç kim dinləməz. Heç kim dinləməz onu. Yəni, dinləyənlər var və hətta deyirlər ki, bu çox maraqlıdır. Var şou, var musiqi, buna da toxunmaq lazım. Siz görən o texnologiyadan, o elektron alətlərdən və yaxud rəqslərdən və yaxud o tüstülərdən, səhnədən, o musiqi deyil ki. Musiqi orada sadəcə yardımcı rol oynayır. O göstəridir və əslində siz musiqini bəyənmirsiniz. Siz o göstərini bəyənirsiniz və yaxud o səhnədə olan biabırçılıqları və yaxud gözəl şeyləri bəyənirsiniz. Mən düşünürəm ki, bir çox hətta musiqi texnologiyaları məhv olub artıq. Bir neçə 10 illik nəsə belə. Məsəl üçün dodekafoniya. Yoxdur indi. Aleatorik texnologiya gəlir ki, hansı ki, qədim Çində də var idi bu. Wolfgang Amadeus Mozart'da da var idi bu. O uşaqları, bax, o texnologiya budur.